Salam. 8-ci sinif 1-ci hissədən mövzumuz olacaqdır 2.3 bitki orqanizmində maddələrin daşınması. Botanika bağlarında və parklarda hündürlüyü 50-85 metr olan, gövdəsinin diametri 6-8 metr olan nəhəng sekvoya ağaclarına rast gəlmişik. Burada soruşulur, sizcə belə hündür ağacların zirvəsinə su necə çatır? Necə düşünürsünüz? Bitkilərdə suyun daşınmasına hansı amillər təsir göstərir? Gül mağazalarından alınan güllərin uzun müddət su ilə dolu vazalarda solmadan yaşaya bilməsinin səbəbi nə ola bilər? Bu kimi sualların cavabını dərsin izahatında öyrənəcəyik. Həmçinin açar sözlər olan kök təzyiqi, kaplyarlıq, yarpağın sorucu qüvvəsi, transpirasiya kimi proseslər də necə gedir, onunla da tanış olacağıq. Bildiyiniz kimi cəhli bitkilərdən fərqli olaraq yosunlarda, mamırlarda ötürücü toxuma və kök yoxdur. Amma rütubətli yerlərdə, bataqlıq yerlərdə kök funksiyasını yerinə yetirən rizoidlər adlanan strukturlar mövcuddur ki, onlar mamırlar üçün su və mineral maddələrin rizoidlər vasitəsilə udmasını həyata keçirir ki, bu adətən difuziya yolu ilə həyata keçir. Qıcı, qatır quyruğu, plaun, çılpaq toxumlar kimi çəksiz bitkilərdə su və mineral maddələrinin daşınması çəhli bitkilərdə olduğu kimi olmuş olur. Çəhli bitkilərdə su və suda həll olan maddələr, həmçinin yarpaqlarda fotosintez nəticəsində istehsal edilən üzüm maddələr digər orqanlara ötürücü toxumalar vasitəsilə ötürülmüş və yaxud daşınmış olur. Bitkilərdə maddələrin daşınmasına gəlincə, burada gördüyünüz kimi şəffaf yaxud da ki, yarı şəffaf gövdəsi olan cavan ot bitkisi, suda həll olan boya, qırmızı, göy və yaxud digər rənglərdə ola bilər, yerləşdirilir. Bir neçə gündən sonra onun gövdəsinin en kəsinə baxanda gövdənin oduncaq hissəsinin rəngləndiyini görürük. Həmin rənglənmiş sahələr ötürücü yaxud da ki, su və suda həll olan maddələrin daşınmasında iştirak edən borucuqların olduğunu deyə bilirik. Və yaxud lupa vasitəsilə bitkilərin yarpaqlarının saplağına və yaxud da ki, damarlarına baxsaq, həmin rəngləri orada da müşahidə etmiş oluruq və beləliklə su və suda həll olmuş mineral maddələrin gövdə vasitəsilə yarpaqlara çatdırılmasını qeyd eləyə bilirik. Müzakirə edin. Hansı toxumalar boyanmışdır? Bildiyiniz kimi ötürücü toxumalar boyanmışdır. İkinci soruşulur, bu təcrübədən hansı nəticəyə gəlmək mümkündür? Su və suda həll olmuş mineral maddələr ötürücü və yaxud daşıyıcı borular vasitəsilə bitkinin gövdəsindən yarpaqlarına verilir kimi nəticəyə gəlmiş oluruq. Bitkilərdə su və suda həll olmuş mineral maddələrin daşınması ilə daha ətraflı tanış olaq. Bildiyiniz kimi, torpaqlar müxtəlif su tutma qabiliyyətinə malikdir. Torpağın bu xüsusiyyətindən asılı olaraq hər bir bitkinin ehtiyac duyduğu suyu və suda həll olmuş mineral maddələri almaq üçün torpaqda geniş bir sahəyə yayılan kök sistemləri mövcud olur. Su və mineral maddələrin udulması kök üzərindəki kök tükçükləri və yaxud əmci tellər vasitəsilə həyata keçirilir. Kök tükçükləri kökün uducu səthinin sahəsini artırmış olur. Bax, burada görürsünüz, turp cücərtisi verilibdir. Onun deməli kökün üstündə olan kök tükçüklərini görürük. Qeyd elədik ki, bu səthin sahəsinin torpaqla təmasda olan səthin sahəsini artırmış olur. Həmçinin torpaq laylarının arasında onlar inkişaf edir, kök tükçükləri və torpaqda olan su və suda həll olmuş mineral maddələr yüksək su potensialına malik olduğuna görə orada olan su və suda həll olmuş mineral maddələr kökün əmci tellərinin və yaxud da ki, kök tükçüklərinin hüceyrələrinə daxil olmuş olur. Əmci tellər və yaxud kök tükçükləri epidermisin xarici çıxıntılarından yaranmış olur və suyun və suda həll olmuş mineral maddələrin udulması təmin olunmuş olur. Burada qeyd olunur birincidə epidermis hüceyrələrinin nazik çıxıntısı olan hər bir
çöç tükciyi torpaq hissəcikləri arasında böyüyür, ətrafdakı mühitlə sıx təmasda olur. İkinci, hər bir torpaq hissəsini əhatə edən nazik təbəqə, maye təbəqəsi mineral duzların durlaşdırılmış məhluludur ki, bu da su potensialının orada yüksək olmasına və onun çöç tükciklərinə keçməsi üçün bir şərait yaratmış olur. Çöç tükciklərinin köməyi ilə torpaqdan sorulan su və suda həll olunmuş mineral maddələr epidermis, çöçün qabıq hüceyrələri və endoderma hüceyrələri nəhayət çöçün mərkəzində olan ksilema borularına daşınmış olur. Torpaqdan sorulan su və mineral hüceyrələr ola bilər ki, su və mineral duzlar, yəni minerallar hüceyrəyə ola bilər ki, daxil olmadan daşınsın. Bax, burada gördüyünüz kimi su və mineral maddələr hüceyrə arası boşluqlarla da daşına bilir. Bildiyiniz kimi, kökün, bitkilərin hüceyrələri qalın hüceyrə divarına malikdir. Bunların arasında olan boşluqlar vasitəsilə su və suda həll olmuş mineral maddələr hüceyrə arası boşluqlar vasitəsilə endoderma hüceyrələrindən keçərək kökün mərkəzində olan ksilema borularına verilir və yaxud da ki, su və mineral maddələr hüceyrədən əmci tellər vasitəsilə sorularaq, hüceyrədən hüceyrəyə daxil olaraq, yenə də kökün mərkəzində olan ksilem borularına çatdırılmış olur. Hüceyrədən hüceyrəyə keçən bu su və suda həll olmuş mineral duzlar həmçinin hüceyrələrdən özləri ilə birlikdə həm glikoza, həm də amin turşuları da ksilema borularına daşımaq qabiliyyətinə malikdir. Burada isə ksilema borularının əhatəsinin çöl hissəsində, yəni qabığa doğru floem boruları da yerləşmiş olur ki, bu kökün sorucu zonasının en kəsiyi və suyun kökdə daşınmasına əyani sübutudur. Köklərin torpaqdan udduğu su və suda həll olmuş mineral maddələr bitkilərin yarpaqlarına, həmçinin digər hissələrinə ksilem boruları ilə dediyi qalxır. Ksilem boruları isə bir tərəfli istiqamətdə onları ötürülməsini təmin eləyir. Yəni kökdən gövdəyə, oradan da yarpağa ötürülür. Burada həm atmosfer təzyiqi, həm də yerin cazibə qüvvəsinin əksinə aşağıdan yuxarıya doğru bu proseslər baş vermiş olur. Kök təzyiqi, kaplyarlıq, yarpaqların sorucu qüvvəsi, transpirasiya, bunlar da bitkilərdə su və suda həll olmuş mineral maddələrin daşınması üçün şərait yaradan vasitələr hesab olunur. Kök tükciklərindəki suyun potensialı qeyd elədik ki, kökü əhatə edən torpaqdakı suyun potensialından azdır. Bu konsentrasiya fərqi kök təzyiqi yaradır, yaxud ona osmotik təzyiq də deyə bilərik. Kök təzyiqi torpaqdan suyu kök tükciklərinə keçməsinə, ksilem borularına və yuxarı qalxmasına imkan verən hərəkət verici qüvvədir. Bəzi ot bitkilərinin gövdəsi eninə kəsiləndə suyun bu kəsilmiş səthdən bir müddət xaricə axması kök təzyiqinin təsiri ilə baş vermiş olur. Havada rütubət bolluğu olanda, rütubət kifayət qədər çox olanda, belə çiyələk bitkisində, yaxud pomidor bitkisində yarpaqların kənarlarında su damcılarını müşahidə etmiş oluruq. Bu, ağızlıqlardan ayrılan su molekulalarının buxarlanmaması nəticəsində damcılar şəklində onların kənarlarından süzülərək axmasına səbəb olur. Bu isə qutasiya prosesi adlanır. Qutasiya yarpaqların kənarlarında yerləşən, daim açıq olan hidratod adlanan strukturların köməkliyi ilə həyata keçirilmiş olur. Su molekulalarının ksilem divarlarının səthinə yapışması xüsusiyyəti sayəsində kaplyarlıq hadisəsi yaranır. Bitkinin ksilem adı adi gözlə görünməyəcək qədər nazik olan kaplyar oduncaq borularından ibarətdir. Qeyd elədik ki, bunlar cansızdır. Onu bax bu şəkildə təsvir olunan deməli kaplyarlıq sayəsində suyun boruda hərəkəti bax belə bir şəkildə görünən təsvir üzrə suyun deməli oduncaqla qalxmasını da təsvir etmək mümkündür. Kök təzyiqi və kaplyarlıq hadisəsi
Hündür gövdəli ağaclarda suyun yuxarıya doğru daşınmasında əsas deyil, köməkçi bir amil rolunu oynayır. Yarpağın mezofit hüceyrələrində fotosintez və buxarlanma zamanı su itkisi nəticəsində osmotik təzyiq artır. Bu zaman yarpaq hüceyrələrinin su potensialı azalır və onlara qonşu hüceyrələrdən qonşu hüceyrəyə və digər qonşu hüceyrələrdən suyun hərəkəti baş verir ki, bu da yarpağın soğuruculuk qüvvəsinin yaranmasına səbəb olur. Bunun sayəsində köklərdən ksilema boruları vasitəsilə yarpaqlara fasiləsiz olaraq suyun və suda həll olunmuş mineral maddələrin daşınması baş verir. İtirilmiş suyu əvəz etmək üçün kök tükçükləri tərəfindən torpaqdan su və suda həll olunmuş mineral maddələr daimi olaraq soğurulmuş olur. Burada təsvir verilibdir. Gördüyünüz kimi ağacın təsviri həm kök, gövdə, yarpaqlar su molekulalarının kök tərəfindən udulması, gövdə ilə ötürülməsi, yarpaqlara çatdırılaraq ağızcıqlarla buxarlanması kimi bir təsvir verilibdir. Suyun bir tərəfli istiqamətində, su və suda həll olunmuş mineral maddələrin bir tərəfli istiqamətdə kökdən gövdəyə və yarpaqlara qədər çatdırılması su potensialının qradiyenti sayəsində mövcud olur. Burada deməli, torpaqda olan suyun potensialı yüksək olduğundan əmci tellərə keçir. Onlar vasitəsilə kökdə təzyiq yaranır. Bunun vasitəsilə gövdəyə ötürülür. Gövdədə ksilema boruları vasitəsilə isə yarpağa ötürülür. Burada yarpağın soğuruculuk qüvvəsi iştirak edir. Yarpaqlar bildiyiniz kimi daimi olaraq su itkisinə məruz qalır ki, orada potensiallar fərqinin yaranmasını gətirib çıxarır. Və onu da qeyd eləyək ki, su molekulaları hidrogen rabitəsi ilə bir-biri ilə birləşirlər və nəhəng bir molekula çevrilmiş olurlar. Bu isə suyun axımlığını yaradaraq əvvəldə gedən su molekulaları arxada olan su molekulalarını da bir növ özü ilə dartıb aparmış olur. Və yaxud ksilem borularının divarının səthinə yapışaraq su molekulaları orada ilişiklik yaradır və divar vasitəsilə sürünməsinə imkan yaradır. Bundan başqa qeyd elədik ki, yarpağın mezofit hüceyrələrində deməli, fotosintez və tənəffüs kimi, suyun buxarlanması kimi proseslər də həyata keçirilir. Orada su itkisinin yaranmasına səbəb olur. Bunun da sayəsində yarpağın soğuruculuk qüvvəsi yaranmaqla kökdən daimi olaraq su və suda həll olunmuş mineral maddələrin gövdədən isə yarpaqları ötürülməsi təmin olunmuş olur. Bu qədər, sağ olun. Qalanları növbəti dərsimizdə.